Təsəvvür edin, birdən ürəyiniz sürətlə döyünməyə başlayır. Sanki nəfəsiniz çatmır. Başınız gicəllənir, bədəniniz titrəyir və ölüm qorxusu hər tərəfinizi bürüyür. Sizcə bu nədir? İnfarkt? Yoxsa beyninizin sizə qurduğu bir tələ? Bu panik atakdır. Bəs niyə baş verir? Beynimiz bizə necə yalan danışır? Gəlin bunu elmi tərəfdən izah edək. Panik atak beynin yanlış siqnal verməsi nəticəsində baş verən güclü qorxu epizodudur. Bədən qorxuya necə reaksiya verir? Hipotalamus aktivləşir, adrenalin və kortizol hormonları ifraz olunur, ürək döyüntüsü artır, tənəffüs sürətlənir, qan təzyiqi yüksəlir. Amma təhlükə yoxdur. Sadəcə bədənimiz real təhlükə varmış kimi reaksiya verir. Yəni beynimiz bizi qorumağa çalışır, amma bu qoruma bəzən tamamilə lazımsız olur. Panik atak və anksiyete, yəni narahatlıq arasında fərq nədir? Anksiyete uzun müddət davam edən narahatlıq və stres vəziyyətidir. İnsan daimi gərginlik, narahatlıq və qeyri-müəyyənlik hiss edir. Panik atak isə qəflətən yaranan çox güclü bir qorxu epizodudur. Əslində panik atak yaşayan bir insan çox vaxt anksiyete problemi də yaşayır. Anksiyete uzun müddət davam edərsə, panik ataklara səbəb ola bilər. Yekunda anksiyete uzun müddətli narahatlıq, panik atak isə bu narahatlığın qəfil partlamasıdır. Panik atak gələndə nə etməliyik? Bir şey yadda saxlayın ki, panik atak öldürmür. Bu keçicidir fikrini beyninizə yeridin. Ölürəm, xeyr, bu sadəcə bədənimin yanlış reaksiyasıdır. Nəfəs texnikası 4-7-8 metodu, yəni 4 saniyə nəfəs al, 7 saniyə saxla, 8 saniyə yavaşca burax. Duyğularınızı dəyişin. Əllərinizə soyuq su vurun, buz tutun və ya bir əşyanı sıxın. Ətrafınıza fokuslanın. Yəni 5 şeyi bırax, 4 şeyi toxun, 3 şeyi eşit, 2 şeyi iylə, 1 şeyi dad. Panik atakdan qaçmağa çalışmayın. Onu qəbul edin, içindən keçməsinə icazə verin. Panik atak adətən 10-20 dəqiqəyə keçib gedir. Panik ataktan tam xilas olmaq mümkündürmü? Bəli, amma davamlı olaraq baş verirsə, mütəxəssis köməyi vacibdir. Psixoterapiya, dərin nəfəs texnikaları və meditasiya, lazım gələrsə dərman müalicəsi. Panik atak bədəninizin yalançı siqnalıdır, qorxmayın. Onu idarə etməyi öyrənin və həyatınızı rahat yaşayın. Bəs siz panik atak keçirmisiniz? Necə ötəsindən gəlmisiniz? Şərhlərdə yazın. Bu videonu paylaşın ki, panik atak yaşayanlar da bu məlumatlardan faydalansın. Çox sağ olun, təşəkkürlər.